Harda Xırdalanda biz icra hakiminin yanında bizim bina evimiz çıxır. Belə bir bina evidir. Ev kutsalıdır. Görsən bir balaca 5 saat qoyulub, mətbəx təzəyi varsa kirayə verilmişdir. İndi çıxartmayı satdırıram. Satdığı ona görə satdırır ki, yəni istəmədi, istəyir ki satsın, çıxsın geçsin. Mətbəx təzə qoyulacaq. Mətbəx təzə qoyulacaq, sakaz eləmişik, ölçünü vermişik. Hətta istədik buranın istədik kirayə və kiranı saxlayıb satdığa bıraxdıq. Bax evimiz budur, girən kimi. Bura bir otaqdır. Beşlər biz hamısı yığmışıq, hamısı götürüb parlatacaq. Beş lazım deyil. Görsən bir otaqdır, panoramasına baxır. Beşli satılır. Ha, beşli, təzə beşlər qoyulacaq, onlar da verəcək. Bax buna, bura baxın. Görürsünüz. Panoramasına baxın, bəh. Gör nə gözəldir, havalı. Bəs bura konteyner lazım deyil. Mən burada yaşam, bura konteyner qoymaram. Bura sanusidir, bir dənə sanusidir var. Bura balkondur. Kombi sistemi də var. Kombi də qoyulur. Qazı, panoraması, yəni dediyim kimi də panoraması. Bax görürsünüz, bir qəşəng icra hakiminin yanı, qəşəng bir ev. Mən bunu qaldırıb böyük bir qiymətə də qoymaq fikrim yox deyil. Bu satılmalıdır ona görə. Hətta bunda kredit də yeri var. Düzü. Kreditdən bir balata baha gəlir. Neçə kvadrat? Kvadrat 45-46 kvadratdır. Bunun nağd qiyməti 91 mindir. Kreditdən istəsiniz, bu gələcək biraz artığına gəlib çıxacaq. Allah satını da xeyir versin, alana da. İmam Hüseyin xatirini istəmiyorum, yolunuz gözünü gəlin. Kupsalı ev, bina evi, 12-ci, 8-ci mərtəbəsi belə şey yoxdur, məndə var.